Hektarlarla sahəni biçməyə kombayn tapılmır. Ağdamda təsərrüfat sahibləri iddia edirlər ki, bu il taxım biçini əvvəlki illərlə müqayisədə daha çətin keçir. Belə ki, rayonda 2675 hektar sahədə arpa, 4886 hektar sahədə isə buğda əkilib. Fermerlərin sözlərinə görə, əvvəlki illərdə biçin zamanı ciddi problemlərlə üzləşməsələr də, bu il tamamilə fərqli vəziyyət yaranıb. Keçən il bu vaxtı biçib qutarmışdıq. Hardasa bir 10 gün, 15 gündür gecikir, yağış da vurur, belinə tərcih edir. Hamısı yatıqdır. Taxılın hamısı yatıb. Kombayn lazımdır. 2 hektar arpa həmişəm, 1 hektar taxıl həmişəm. Boş xarc edib, dükandan alıb həmişəm. Saat dükana 1000 manat borcum var. Taxılım da, arpam da məhv olub gedir. Getmişəm fermerə, mənə adres veriblər. Bir həftəsi mən gəlib taxılımı bördəyə yatmışam. Fermerlər bildirirlər ki, arpa biçini 15 gün öncə tam başa çatmalı olsa da, sahələrin çoxunda hələ də biçin işləri aparılmayıb. Bu isə onların ziyana düşməsinə səbəb olub. Elə gözləyir ki, Ağcabəddən hansısa bir kombayn gələr, nə bilim, Vərdən hansısa bir kombayn gələr. Arxasınca düşək kolondan, görə harada tuta bilərik, yalvaraq, yaxaraq taxılımızı biçsin. Yəni bu uruzudur da, el dilinlə desək. Uruzu batıb gedir. Gəlib burada bizə məlumat veriblər ki, kombaynlar ətraf kəndlərdə işləyirlər. Onlar güya orada mərhələli şəkildə işin görüb bura gələcək, gəlmirlər. Bizim də məhsullarımız batır. 27 iyun. Bu tarixə qədər hansı arpa yaxşı vəziyyətdə ola bilər, taxıl yaxşı vəziyyətdə ola bilər? Onlar batdı, getdi. Yaranan problemlə bağlı Agroservis Açıq Səhmdar Cəmiyyətinin Bərdə regional nümayəndəliyindən bildirildi ki, problemin yaranma səbəblərindən biri əvvəlki illərdə dağlıq və dağətəyi rayonlarda dislokasiya edilən kombaynların bu il vaxtından əvvəl geri çağırılması olub. Ağdam rayonunda 16 kombayn müqaviləyə çıxmışdır. Dislokasiya 10 kombayn dağlıq və dağətəyi rayonlardan bizə gəlmişdir. Sadəcə olaraq Ağdam rayonunda biçin intensivliyi zamanı dağlıq və dağətəyi rayonlarda da biçinin başlamasını nəzərə alaraq dislokasiya ilə gələn kombaynlar artıq geri qayıtmağa başlamışdır. Bununla bağlı Ağdam rayonunda hal-hazırda 16 kombayn Ağdamın rayon bölməsində fəaliyyət göstərir. Biçinin cəmaatın narazılığını başa düşüləndir. Lakin dediyim kimi Agroservis Açıq Cəmiyyəti olaraq biz biçinin bu çətin prosesini tam nəzarət edirik və vətəndaşların ərazilərinin vaxtında və itkisiz biçilməsini həyata keçirəcəyik. O da bildirildi ki, mövcud texnikaların imkanlarından maksimum istifadə edilməklə məhsulun sahələrdən vaxtında yığılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. İndiyədək Ağdam rayonu ərazisində 1958 hektar buğda və 307 hektar arpa sahəsində biçin aparılır. Rayonda biçin işləri davam etdirilir və Evoğlu kəndindəki fermerlərin əkin sahələrinin də mərhələli şəkildə biçilməsi nəzərdə tutulur. Aytən Fehruz, Xəzər xəbər.